чуть-чуть перекручиваем корпус, и тогда получается песочный чистый. Окей, чтобы да, но... Linya Hanım'ın çantaları. Dokunuş o kadar güzeldi. Вернули, держи, как-то так, что ли. Да. Или ты идешь. Потом Еще раз. Просто. Это Маша, окей. Ага. Давайте вот там, вот на пешеходном переходе я... Оказалось, что мир можно вот так видеть, не с дурацкими лицами. Когда она мне их сгрызла, я просто села и заревела. Я говорю, я не... Gəldik bulvara qalan çəkilişimizin yarısını etməyə. Daha doğrusu yarısı deyil, birbaşa eyni kombinlə, bir neçə dəyişiklik olmaqla fərqli bir video, ikinci bir videodur. Gəlməyə çalışır. Əla, çəkiliş gedir. Нет, слегка... Ay, ne kadar həzz aldım. Çəkilişdən o kadar güldüm. Bugünlük çəkilişi bitirdik. Çəkilişim bitti. Biraz yoruldum. Hər yerə qaçaraq çatmaqdan. Neysə, indi gedirəm Gənclik Mola. Yoldaşımla orada görüşəcəyik. Bir-iki bir şey baxacağıq. Sonra isə bəlkə bir şeylər yeyərik. Buranı görmüşkən çəkmək istədim sizə. Bu yolu o qədər sevirəm. Bilmirəm niyə. Yəqin ki, şəkərci Cəfəri bilirsiniz. Hər il dekorları çox məşhur olur. Işıqlardayım. Bu ildə dekor belədir. İmkan vermədilər 2 dəqiqə bir şey çəkim. Gördünüz amma yox. Keçən dəfə sadəsi yox idi, ala bilməmişdim. İndi 2 dənə aldım. Bilin ki, ben vlogda hamını çekiyorum ama hiç kimden çekmiyor. Vlogda özü çekmek diye özüm vlogda olmuyor. Bu vlogu sonra çekmeyin ama. Daşmağa xatmı yoxdur. Həm yoldaşım, həm mən özümüzə bir şey axtardıq. Nə istədiyimizi bilirik, amma tapmadıq. Gənclik Moldayla baxdıq bir neçə yerə, tapmadıq. Gəldik Prezenta. Bilirsiniz ki, bura gələn kolleksiya ilə o biri mollara gələn kolleksiyanın arasında yerlə göy qədər fərq var. Burada çox xarici bazara uyğundur. Amma burada da heç nə yoxdur. Bayaq əslində bunu nəzərdə tuturdum. Bunların məsələn, baxın, elə parçalardır ki, məsələn, bunların edişini yox idi o biri mollarda. Bir də bilirsiniz də bu il kürklərdən bu ceyran cüyür trenddədir. Təbii ki, mən bütün bunların nə üçün olduğunu bilirəm. Mənim bir LC Waikiki keçmişim var. Mən orada vizual merchandiser çalışmışam. Yəni bütün vitrinlərin qurulması, bütün onların dizayneri mən idim. Dənkisi bundan xəbəriniz yoxdur. Amma yəni nəyin nə üçün, niyə olduğunu, endirimin nə üçün qabağa çəkildiyini, yeni sözün arxada olduğunu, 30% öndə, 70% arxada. Bunların hamısının məntiqini bilirəm. Bir gün sizə danışaram hamısını.
Sən bilirsən nə olur bunda? Bu videolarda görürsünüz ya məşhur bu pərlərin arasında çəkirləri. Ora buradır. Deməli, qısaca Rossmann'ın aldıqlarımı göstərim. Bunu mənə orada bir qız dedi. Mən dedim ki, AHBHA turşularından istifadə edirəm. Bu niyə fokuslamır? Hə, turşularından istifadə edirəm. O turşuları biraz üzümü qurudur. Ona görə peeling tövsiyəsi istədim. Xanım da bunu dedi ki, bu çox əladır. Əslində mənə peeling ümumiyyətlə olmaz. Çünki dəri tipim peelinqə uyğun deyil. Amma bu çox ağır olmayan peelingdir. Həftədə bir dəfə, bir aydan sonra 2 dəfəyə çıxara bilərəm. Xanım dedi ki, çox yaxşıdır. Özü tövsiyə elədi. Görək necə olacaq. Sonra bu nədir? Hə, bu bilirsiniz məncə paltardan belə tükləri falan yığan. Nə deyirlər, adını unuttum. Sonra bunu mən TikTok'da görmüşdüm. Wet n Wild'un ənliyi. Mən normalda krem ənliylər istifadə edirəm. Pudra ənliylər. Bilmirəm, niyəsə sevmirəm. Amma dedim ki, bəlkə pudra ənliyə keçim. Bunun Mellow Wine və belə şaftalı rəngindədir. Rozvu deyil. Bir də mən tonal olaraq normalda gündəliyə heç tonal istifadə eləmirəm. BB krem də istifadə eləmirəm. Günəş kremi çəkirəm və göz altıma concealer çıxıram. Amma bəzi günlər olur ki, ürəyimdən gəlir ki, bir bəzənim çıxım. Onda mən ya Estee Lauder istifadə edirdim, ya da L'Oreal True Match istifadə edirdim. Estee Lauder qalıb biraz, düz içində azdı. Amma indi True Match yox idi. Soruşdum ki, onun tipajında nə var? Çünki biraz həm qarışıq, həm də quruya meyillidir dərim. Xanım bunu tövsiyə elədi. Mən də bunu seçdim. Yes. Hətta sağa sola da baxa bilərsiniz. Mənə deyil də. Düşə bilərsiniz yavaş-yavaş. Eləyək. Buram düşdü. Məsələn, bu da düşdü. Mən də deyərdim, şeydə versinlər. Take away. Sənə özəl. Ben bundan artık dala gidebilmem çünkü dirençli olurum. Sen git daha bakalım. Ben gittim. Çok gösterdiğimden görmeyeceğim. Ama ne diyor nasıl? Özüm psikolog kimi hissələdim. Şans kinderlərimizi açırıq. 26'da bizim nə gözləyir onu görəcəyik. Hansı kimindi? Gözlüyüm ürəyindən gələn bir seç. Ben de uyarmadım ki zorban falan çalıştım. Bence de çünkü oturmadı üstünde. Gittik. Bunu mütləq səliqəli açmalıyıq. Mənə bax. Hiç saçmalama. Düz dediniz o parçalar. Ama bilirsən də rənginə görə mənası deyil. Çəkib tiyatırıq ki, bu nə deməkdir? Məndə məsələn keçən dəfə yaşıl çıxmışdı. O deməkdir ki, bolluq, bərəkət. Bu da qırmızısa pul, bu ehtimalı. Formasına baxalım mı? Forması da dəyişir. Bunun qolu qıçar. Rəngi açıq. Sənə verəcəm indi bunu gözlə. Necə maraqla baxıram. Çəkim verirəm. Okey. Rəngin ağrısı uzundur, görsünlər. Gəl sən telefona çək. Çək, yapacaq deyə görə. Kesinlikle benim yerim dolu və çək. İkimizinkini də çək gələ. Ayrı yorumlasın. Sonra da öyle okey, yaxşı gəlir. Deyək ki, ikisini ayrı yorumlar. İstəyirsən taktik var. Yox, ev yox. Ev yox demək, yəni daha səndə bilməkdir. Rengi tipi, fiyatı davranırsan. Qarşına çıxan çətinliklərdən qaçmırsan. Əmizini onların üzərinə gedirsən. Yaxın keçmişdə bir mövzuda öz mövqeyini sərt şəkildə qorumağın lazım olur. Bu figur onu deyir ki, bunu qorursan, uduzmazsan.
Ben bunu 2026 üçün edəcəm. Mənimkinə deyil ki, qarşında səni daha sakit, balanslı bir ömür gözləyir. Tələsmədən atılan addım uzun müddətli uğur gətirəcək. Uzaqdan gələn bir xəbər və ya plan, səyahət, yəni yeni fikir, yeni insan görünür. Bu Igor deyir ki, tələsən yox, səbir edən qazanacaq. Sənə sırf şey göstərir, belə buynuzda olduğuna görə ay sana sırf onu göstərir. İkinci, ilin ikinci yarısı yüngülləşir, hadisələr yavaşlayır, amma daha sağlam istiqamətə gedir. Uzun müddətli planlar, ev, iş, köç, təhsil, münasibət formalaşır. Səbirlə atılan addımlar gözlənilməz dərəcədə böyük nəticə verəcək. 2026 sürətli uğur ili yox, doğru istiqamətidir. Güzel. Güclü olanla yox, sakit və etibarlı olanla bağlar möhkəmlənəcək. Köhnə yorucu münasibətlər ya bitəcək, ya forması dəyişəcək. Yeni tanışlıq uzaqdan gələ bilər. Başqa şəhər, başqa bir. Və mənimki bəs. 2026-da bizi sakit, dərin və uzun müddətli dəyişikliklərin gözlədiyi göstərir. İl tələsmədən açılacaq, hər şey birdən-birə yox, mərhələli şəkildə yoluna düşəcək. Əvvəllər niyə olmur dediyiniz mövzular 2026-da səbəbini göstərəcək. Böyük dəyişikliklər səssiz başlayacaq. Böyük dəyişikliklər səssiz başlayacaq, amma təsir uzun sürəcək. Görünməyə irəliləyiş ən dəyərli irəliləyiş gözləyir. Kiçik amma stabil qazanc artımı göstərdi məndə. Maşallah. Uzaq perspektivi olan yeni sahə və yaxud uzun müddətli əməkdaşlıq. Münasibətdə deyir ki, sakit güvənli bağlar qurulmadan çıxır, emosional dalgalanmalar azalır, uzun müddətli münasibət, ailə düşüncəsi, birlikdə planlamaq, enerjisi var. Kimsə də səyahət görsən, burada belki də görüşək, yox, belki də yox. Canım ben bu ay orada değilim. Sorry. Manifestlədik geçən şeylər. Onda bu sıfırmalıyız. Sonra öğrenmem. Məncə şaşaqan şey. Bence söküp koyacağım. Sökmə, heyif. Ya söküp böyle saklasam, gedəndə gittiğim yerde hardasa koysam. Gittiğimiz ülkede bir yerde koy. bir-birimizə atar. Eləyək onu, bunu saxlayaq da gedəndə o ölkədə harası bir yerə qoyub. Gel indi de böyle çekek. Bildiğinizlerini çekek. Videomuz var, en azından anımızda. Nice olun. Hətta şəklini çəkək bu location. Yes. Ay çok güzel olur. Amin. Ama elə bil ki 2026'da hara getsək. Çayın rengi güzeldi ama ya. İçindeki çaylar yazıklar hoşuma gidiyor. Geldi. En tatsız nachostu. Bu güzel. Endüstriyel limana gelmeye karar vermeden önce çok önce düşünmemiz gerekirdi. Oysa amacımız bebeğimizin doğum gününü. Telefonla çəkəndə Bakı oxşamır. Bilirsən? Yox, ciddiyəm. Araş. Nə bilim, başqa bir ölkəyə oxşur. Yəni bilmirəm, mən yaxşı çəkirəm, yoxsa... Gittik. Aslında bu boyda tuz lazım olur. Gittik. Bir tane de çekirdeğdi. Bakayım. Bir dakika buradan çekeyim.
İndi sizi bununla yapışdıracağım maşının şüşəsinə görə qalır. Üstündə heç pomada götürməmişəm. Çox tünd oldu amma. Kanalı bağlattılar ama sana. Kanalımı niyə bağlatdırsan? Kanalım belə təzə açılıb. Məncə üzünü dəyişməliyəm. Telefonun üzünü. Churchill testing. Tuzsuzdur. Limon və su. Biraz hava bilemiyorum. Və nəsə tam deyil. Bir də məsələ tuz ala bilərəm. Çox sağ olun. Belgium bir dinlədi ki, görəcəm. Hayır, az sürdüm biraz işte. Baxaq. Məncə bunun içində orijinal limon deyil. Asla. İnşallah bir dəfə olmuşdur. Biz özümüz məkan açmayana kimi məncə heç bir məkanda qarma olmayacaq. Buradakı uşaq belə qalmağa bilişməsin. Churchill söhbətindən sonra mən bir A4 almışam, bir hissəsində yazmışam. Bura kiçik 2026-dan gözləntilərimi yazacağım. Bu əsla manifest deyil. Mən məsələn board falan hazırlamadım. Düzdür, board zaten heç nə etmir, bunu bilirik. Təbii ki, onu hazırlayıb oturub gözləyək ki, onlar real olsun. Özü belə real deyil. Bu sadəcə onun üçündür ki, hazırlayırsan, asırsan və ya qoyursan. Göz önündə olur. Ona görə ki, səni bunu etmək üçün daha da həvəsləndirir, motivasiya edir. Hər nəysə, mən sadəcə 2025-in son fragmentini keçsəm özüm üçün. 2026-da nələr göstərəm, 2025-də nələr gözlədim, olmadı və yaxud oldu və yaxud yarım oldu. Onların tamamlanmasını istəyirəmsə, bunları qeyd edəcəm özümdə. Normalda bunu öz kiçik bir dəftərim var, onda da edirəm, amma indi hal-hazırda yazmaq istədim, onun üçün indi yazıram. Instagramda görəm həmişədir, mən o. Bu ilə aşağıda baba gəldi deyəsən. Amma biz çıxdıq oradan.